Toyota 4Runner TRD Pro. Çox maraqlı bir avtomobildir və olduqca diqqət çəkən bir avtomobil oldu. Açığı mən gözləmirdim ki, bizim ölkədə Toyota'ya bu qədər maraq yaransın. Amma gördüyüm odur ki, işıqforlarda, dayanacaqlarda yol gedərkən insanlar bu avtomobilə baxır, yaxınlaşırlar, soruşurlar, işıqforda pəncərələrini açıb suallar verirlər, maraqlanan çoxdur. Bəlkə də ona görə ki, bizim ölkədə nadir olan bir avtomobildir. Ümumiyyətlə bu yeni model 4Runner TRD Pro mən Bakıda görməmişəm. Bəlkə də bu tək avtomobildir. Və mən bilirsiniz ki, avtomobilləri təyinatı üzrə istifadə etməkdən həzz alıram və düşünürəm ki, bir avtomobili sınaqdan keçirəndə onu görək təyinatı üzrə istifadə edəsən, yəni bir sportkarla yolsuzluq şəraitinə çıxanda bu düzgün deyil. Çünki əlbəttə ki, o avtomobil özünü orada doğrultmayacaq. Necə ki, bu avtomobili trasta ya da ki, idman tipli bir yolda istifadə edərkən bu da özünü doğrultmayacaq. Ona görə mən bu avtomobili götürdüm İsmayıllıya, Lahıca və dağlara çıxdıq. Qışın son günləri hələ ki qar var və düşündüm ki, gözəl qarlı bir çəkiliş edək. Mənzərəyə baxa bilərsiniz. Avtomobil haqqında nə deyə bilərəm? Texniki göstəricilərə keçməyəcəm, çünki mənim kanalım texniki göstəricilər kanalı deyil. Bunun üçün bizim çox gözəl YouTuberlərimiz və blogerlərimiz var avtomobil sahəsində. Çox gözəl iş ortaya qoyurlar. Keçib onların səhifələrini izləyə bilərsiniz. Onlarda daha dolğun texniki məlumatlar əldə edə bilərsiniz. İnternetdə araşdıra bilərsiniz. Hər şey açıq mənbələrdə var. Mənim kanalım daha çox avtomobilin hansı hissiyyətləri bəxş etdiyi haqqındadır və avtomobillərdən əlavə biz bu avtomobillərlə yol gedirik. Və hər bir yol, hər bir səyahət bizi harasa götürür. Yeni təcrübə, yeni mədəniyyət, yeni dadlar, yeni insanlar və bizim üçün yeniliklər açır. Və bu yolda avtomobil özünü necə aparır, sürücü, sərnişin özünü necə hiss edir, mən daha çox bunlar haqqında danışmaq istəyirəm. Həmin bu yolları, bu gözəllikləri sizə göstərmək istəyirəm. Gözəl Azərbaycanımızı göstərmək istəyirəm. Avtomobillə siz necə öz ölkənizi gəzə bilərsiniz, onu göstərmək istəyirəm. Maraqlı yerləri göstərmək istəyirəm. Fərqli yollar üçün istehsal olunan avtomobilləri siz hansı bölgələrimizə gedə bilərsiniz, onları göstərmək istəyirəm və bu avtomobil haqqında mən nə deyə bilərəm? Bununla yaşadığım təcrübə onu göstərir ki, bu şəhər və tras üçün rahat bir avtomobil deyil. Yəni mən bu avtomobili gündəlik istifadə üçün özüm üçün almazdım. Askı sistemi olduqca sərtdir və bu anlaşılandır, çünki bu daha çox yolsuzluq şəraiti üçün yaradılan bir avtomobildir. Komfort yönümlü deyil. Bundan əlavə bu
hibrid avtomobildir, amma hibrid olduğuna baxmayaraq hardasa 16, 17, 18 litr benzin istifadə edir və bugünkü iqtisadiyyatda, bugünkü texnologiyalarla, bugünkü ümumi qlobal vəziyyəti biz nəzərə alsaq, bu heç də yaxşı bir göstərici deyil. Buna görə bu avtomobili mən özüm üçün, əgər mənim bir avtomobilim olsa, almaram. Amma əgər mən şəhərdən kənara səyahət üçün və daha çox yolsuzluq yolları ilə rastlaşdığım səyahətlərə çıxası olsam, o zaman mən əlbəttə ki, bu avtomobilə üstünlük verərəm. Hər tərəfli bu bir Toyota'dır. Və Toyota əlbəttə ki, keyfiyyət deməkdir. Çox konservativ avtomobildir və bu konservativliyi mən bu avtomobilə oturduğum anda hiss edə bilirəm. Bəzi yerləri, bəzi hissiyatlar sanki 98-ci ilin Toyota Corollasında oturulmuşsan kimi özünü göstərir. Klimat idarə etmə sisteminin ekranları hələ 98-ci ilin Corollasında olan ekranlardır. Bəzi panellər çox sərtdir. Ucuz, sərt plastik. Halbuki heç ucuz bir avtomobil deyil. Amma dünən videoqrafla da biz bu avtomobil haqqında danışırdıq və əlbəttə ki, hər kəsin etdiyi kimi biz onu Çin istehsalı olan avtomobillərlə müqayisə edirdik. Çünki bu qiymətə siz çox bahalı bir Çin avtomobili əldə edə bilərsiniz. Yəni Çin standartlarına görə bahalı. Və belə bir qənaətə gəldik ki, bəli, burada bu ucuz görsənir. Komfort bir o qədər yaxşı deyil. İstifadə olunan materialların çoxu çox kobuddur. Amma bu avtomobili alarkən biz əmin ola bilərik ki, bu avtomobil 2095-ci ilə qədər heç kimə əziyyət vermədən, xarab olmadan, sınmadan, yolda qalmadan öz sahibinə qulluq edəcək. Çünki bu bir Toyota'dır. Yolda yormadı. Düzdür, daha rahat ola bilərdi. Dediyim kimi, askı sistemi olduqca sərtdir. Yüksək sürətlərdə döngəyə girmək heç də xoş deyil. Avtomobili yana doğru çəkir, arxayın deyil. Özü bildirir ki, mən bu sürətlə bu döngəyə girmək üçün istehsal olunmamışam. Biraz yavaşla. Motoru bütün Toyota'larda olduğu kimi qaza basanda reaksiya bu Toyota reaksiyaları ümumiyyətlə hamar deyil və heç də komfort yönümlü deyil. Qaza basırsan çox ani bir reaksiya verir, amma bir var Porsche 911 ani reaksiya verəndə o hiss və necə ani reaksiya verir. Burada isə o ani reaksiya xoş deyil. İnsanı biraz tərpədir, biraz sirkələyir və tənzimləmək nə qədər bunu idarə etsən də bəzən işıqforda ya da bir situasiya yaranır, sən anidən qaz verməlisən və xoş bir hiss deyil. Amma çatdıq İsmayıllıya, qalxdıq Lahıca və orada bu avtomobil sanki öz evində idi və çox arxayın, çox güc sərgiləyərək özünü aparırdı və öz
sürücüsünə, yəni mənə həmin o arxayınçılıq hissini ötürə bilir. Baxmayaraq ki, biz 4 fəsil təkərlərlə yola çıxdıq. Qarlı dağlara qalxmağa cəhd etdik, qış təkərləri ilə yox. Bu avtomobil sırf öz texnologiyalarına görə, sırf öz askı sisteminə görə, sırf o 10 illərlə Toyota'nın yaratdığı o sistemə görə, öz çəkisinə görə o dağlara çıxa bildi və biz o yerə gedib çatdıq ki, haradakı artıq avtomobil izləri bitmişdi. Yəni, biz ora bizdən öncə qalxan avtomobilləri keçə bildik və ondan biraz da irəli gedə bildik. Halbuki dediyim kimi 4 fəsil təkərlərlə. Yəni, təyinatı üzrə bu avtomobil bəlkə də özünə rəqabət tanımayan bir avtomobildir və bu bir çoxumuz üçün bir yenilik, yeni bir xəbər deyil, çünki bu Toyota'dır. Düzdür, texnoloji baxımından Toyota'lar təəssüf ki, bir çox avtomobillərdən geri qalıblar. Özəlliklə yeni Çin istehsalı olan avtomobillərlə bir Toyota'ları müqayisə etsək, deyə bilərik ki, Toyota keçmiş əsrdə qalıb. Amma bu Toyota'da da mənim xoşuma gələn bir məqam oldu. Bilirsiniz ki, mən bunu dəfələrlə öz kanalımda da sizinlə bölüşmüşəm. Mən böyük musiqi həvəskarıyam. Bu avtomobildə səs sistemi JBL-dir. Pis deyil. Deməzdim ki, mənim sevdiyim bir sistemdir. Okeydir, ortadır. Bası çoxdur və bu avtomobil bası özü sevmir, əlavə səslər çoxdur. Amma xoşuma gələn bir şey oldu. Mərkəzi dinamik görün nə edir. Siz mərkəzi dinamiki yerindən çıxardıb özünüzlə harasa gedirsinizsə, aparıb musiqiyə qulaq asa bilərsiniz. Və olduqca yaxşı səsi var. Bilirsiniz ki, JBL-lərin Bluetooth portativ dinamikləri olduqca keyfiyyətli, yaxşı səs çıxardan dinamiklərdir və getdiniz dağ başında, necə ki mən bunu elədim, dağ başında maşınınızı saxladınız, avtomobildən çıxıb mənzərədən həzz alırsınız və musiqini yandırıb həzzi daha da artırırsınız. Sonra avtomobilə qaydanda yerinə qoydunuz, şarj olunur, həm də artıq mərkəzi dinamik kimi işləyir. Bu çox xoşuma gəldi. İndi isə istəyirəm artıq sizi gözəl mənzərələr və sonra Lahıcın, kəndin gözəl küçələri, insanları əl işləri ilə baş-başa buraxım və ondan həzz alasınız və növbəti yolculuqda görüşənədək.